Görürsən, insan ev-eşik təmizləyər, xanım ev-eşik təmizləyər. Amma künc-bucaqda hörümçək toru qalar. Buyurur ki, evdə hörümçək toru saxlamaqlıq fəqirlik gətirər. Vəl-bəvlu fil-həmmam yurisul fəqr. İnsan hamamda təmizlik elədiyi yerdə insan ayaq yolu işini orada icra eləyər. Yəni hamamda ayaq yolu işini yerinə yetirərsən, yurisul fəqr. Bu əməl insanı fəqirliyə aparar. Vəl-əkəlu aləl-cənabə yurisul fəqr. İnsan cənabətli halda, yəni insanın boynunda qüsul olar. İnsan boynunda qüsullu halda süfrə başında əyləşə yemək yeyə, buyurur ki, fəqirlik gətirər. وَالتَّخَلُّلُ بِالطَّرَفَاءِ يُورِثُ الْفَقْرَ. İnsan hər nə gəlir çör-çöplə dişini təmizləyər, fəqirlik gətirər. وَالتَّمَشُّطُ مِنْ قِيَامِ يُورِثُ الْفَقْرَ. İnsan ayaq üstə durduğu halda başını darıya, başlar bilirsiniz də, daramaq müstəhəbdir. Amma ayaq üstə baş daramaq nə olar? Yoxsulluq gətirir. Hər kullu qumamə fil bəyt yurisul fəqr. Evdə zibil saxlamaq nədir? Fəqirlik gətirir. Görürsən, yemişik, içmişik, tərtəmizliyimizi, yığmışıq salafana zibili qalıb evdə. Evin günü bucağına, bu ki, fəqirlik gətirir, ha? وَالْيَمِينُ الْفَاجِرَةِ يُورِثُ الْفَقْرَ. Yalandan and içməyə adət eləməklik fəqirlik gətirir. Nə elementər şeylərdir? Adam var, görürsən, işi gücü saniyədə ondan yalan danışmaqdır. Adət eləyibdir. Necə insan var, söyüş-söyməliyə, təhqir etməliyə adət eləyibdir. İnsan da var, söyüş-söymür, amma yalan adət eləyibdir. Bir saniyədə ondan yalan danışır. Buyurur ki, yalandan and içmək, özdə Allaha and içmək, ha? Deyirsən, Allaha and olsun, bu iş belədir. Peyğəmbərə and olsun. Buyurur ki, yalandan and içməli də nədir? İnsanı gətirib fəqirliyə düçar elər.